Salam dostlar, bugün biz antonim sözlərin nitqdə rolundan danışacağıq. Eyni zamanda bu mövzu daxilində verilmiş tapşırıqları birlikdə yerinə yetirəcəyik. Elə isə gəlin ilk tapşırığımıza nəzər salaq. Cümlədəki hansı sözlər bir-biri ilə əks mənalıdır? Oxuyaq. Əgər biz göydə baş verən hadisələri vaxtında öyrənsək, yerdə hər şeyə hazırlıqlı olarıq. Uşaqlar, burada göy, yer sözləri əks mənalıdır. Gəlin, yadda saxla rubrikasında antonim sözlərin nitqdə rolu haqqında verilmiş məlumatları oxuyaq. Əks mənalı sözlərə antonimlər deyilir. Müəyyən bir fikir və yaxud hissi daha qabarıq, təsirli ifadə etmək üçün antonimlərdən istifadə edilir. Gəlin, nümunəyə nəzər salaq. Bu bir həqiqətdir, düşüb dillərə. İgid bir yol ölər, qorxaq min kərə, Nəbi Xəzri söyləmişdir. Uşaqlar, bu misralarda igid və qorxaq sözləri əks mənalı sözlərdir. Yəni antonimlərdir. B tapşırığına nəzər salaq. Yerləri səhv düşmüş antonimləri tapın və atalar sözlərini düzgün yazın. Birinci cümlə, kiçik danışanı böyük götürər. Burada antonimlər kiçik və böyük sözlərdir. İndi isə gəlin onların yerini dəyişək və cümləni düzgün ifadə edək. Böyük danışanı kiçik götürər. İkinci, az istəyən çoxdan da olar. Antonimlər az və çox sözləridir. Yerlərini dəyişək. Çox istəyən azdan da olar. Üçüncü, cavandan demək, qocadan eşitmək. Cavan və qoca əks mənalı sözlərdir, antonimlərdir. Yerini dəyişək. Qocadan demək, cavandan eşitmək. Dördüncü, yaşın oduna quru da yanar. Burada yaş və quru antonim sözlərdir. Yerini dəyişib ifadə edək. Qurunun oduna yaş da yanar. C tapşırığına nəzər salaq. Nöqtələrin yerinə uyğun sözlər yazmaqla atalar sözlərini tamamlayın. Uşaqlar, gördüyümüz kimi hər cümlədə boşluqlar var və eyni zamanda cümlənin qarşısında sözlər verilmişdir. Biz həmin sözləri boşluqlara uyğun olaraq yerləşdirməliyik. Birinci cümlənin qarşısında gecənin, gündüzün sözləri qeyd olunmuşdur. Gəlin cümləyə nəzər salaq. Bəli. Gecənin xeyrinnənsə, gündüzün şəri yaxşıdır. İkinci cümləyə baxırıq. Dost min isə azdır, düşmən bir isə çoxdur. Üçüncü cümlə. Acı danışan şirin söz eşitməz. Dördüncü cümlə. Yaxşı dostu yaman gündə sına. Uşaqlar, sonuncunu isə qaydaya uyğun olaraq düşünüb tapmağı sizə həvalə edirəm. D tapşırığına nəzər salaq. Antonim hesab edilməyən söz cütlərini seçib cümlədə işlədin. Uşaqlar, burada əvvəlcə diqqət edin rubrikasına nəzər salmalıyıq. Elə şəkilçilər var ki, onların köməyi ilə düzələn sözlər əks məna ifadə edir. Məsələn, l, li, lu, lü şəkilçisi və sız, siz, sus, süz şəkilçisi. Bu şəkilçilərlə düzələn bir sözü nəzərdən keçirək. Səliqəli, səliqəsiz. Uşaqlar, kökləri eynidir. Yalnız şəkilçilər vasitəsilə yaranan bu sözlər antonim deyil. Gəlin, bu cür digər sözləri tapşırıqda tapaq. Birinci, duzlu, duzsuz. Gördüyümüz kimi burada sözün kökü duzdur. Lu şəkilçisi eyni zamanda sus şəkilçisi artırılmışdır və bu sözlər antonim hesab edilmir. Daha sonra ağıllı, ağılsız. Növbəti yazmaq, yazmamaq. Və sonra dadlı, dadsız. Sonuncu isə mərd, namərd sözləri antonim deyil. Uşaqlar, bu sözləri cümlədə işlətməyi sizə həvalə edirəm. C tapşırığı. Mətn oxuyun. Qaraca qız və Ağca xanım obrazlarının müqayisəsi üçün istifadə olunan antonimləri müəyyənləşdirin. Gəlin mətni birgə oxuyaq. Qaraca qız və Ağca xanım bir müddət diqqətlə bir-birinə nəzər salıb baxışdılar. Bu iki uşağın arasında böyük fərq var idi. Biri zəngin bəyzadə qızı, digəri isə yoxsul kəndli ailəsindən idi. Biri aciz, hər bir işdə başqasına möhtac, o biri güclü, öz zəhməti ilə yaşayan bir qızcığaz idi.
Ağca xanım ağappaq zərif əlini Qaraca qıza uzatdı. O da kobud barmaqları ilə Ağcanın əlini sıxdı. Ağca xanım buna davam gətirməyib qışqırdı, sonra güldü. Biraz çəkmədi ki, onlar şirin söhbətə başladılar. Uşaqlar, indi isə gəlin mətn daxilində olan antonim sözləri müəyyən edək. Beləliklə, zəngin, yoxsul, daha sonra aciz, güclü, sonra zərif, kobud. Əziz dostlar, bugünkü dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.